Hər vaxtınız xeyir olsun. İsmail Şıxlının Namərd Gülləsi hekayəsindən tanış oluruq. Əsərin adından da göründüyü kimi, əsərimiz mərdlik və namərdlik, xeyirxahlıq və bədxahlıq mövzusundadır. Bunu qeyd edelim ki, əsər epik növdədir, hekayə janrındadır. Əsərimizin ideyası isə namərdə yaxa vermə, mərdə arxa ol. Bu formada ifadə edə bilərik. Ümumiyyətlə İsmail Şıxlının mərdlik, namərdlik, xeyirxahlıq, bədxahlıq anlayışlarına münasibəti Namərd Gülləsi hekayəsində ayrı-ayrı insan talelərinin təsvirində dolğun şəkildə öz ifadəsini tapıb. Əsərin əsas baş qəhrəmanı Niftalı Koxadır. Niftalı qəhrəmanımızın obrazının adıdır. Koxa isə onun vəzifəsidir. Niftalı Koxa, əsər belə başlayır ki, Niftalı Koxa atı yəhərli yüyənli otluğa hörükləməsi ilə başlayır. Əvvəlcədən ümumiyyətlə qeyd olunur ki, Niftalı Koxa belə deyək də, əvvəllər həm cavan idi, həm də koxa deyildi deyə onun həyatı daha sakit, daha rahat, daha qorxusuz idi. Amma artıq illatdakı koxalığa keçəndən sonra Niftalı Koxa səksəkəli yaşayırdı. Bax, məsələn, testdə düşsə ki, Niftalı Koxa heç kimdən qorxmurdu, heç kimdən çəkinmirdi. Məsələ qorxmaq, çəkinmək nədə idi? O koxalığa keçəndən sonra artıq səksəkəli, ehtiyatlı yaşamağa məcbur olmuşdu. Yəni, onun yaşayışında bu səksəkə özünü göstərirdi. Niftalı Koxa əvvəlcə istədi ki, nə qədər istidə təntisə də, istədi ki, çəkmələrini soyunmasın, tüfəngini qoltuqlarından çıxarmasın, amma gördü ki, yox, bu mümkün deyil, tər yuyub onu aparır. Həm də fikirləşdi ki, o nədən qorxacaq ki, Kərəm onsuz da fikirləşdi ki, yəqin ki, bu saat Dilircan tərəfdədir. Kərəm onun əvvəl dostu olsa da hal-hazırda düşməni idi və fikirləşdi ki, Kərəm hardadır? Onun düşüncəsinə görə, amma görəcək ki, düşüncəsində yanılır. Fikirləşdi ki, yəqin ki, Kərəm Dilircan tərəfdədir. Yayın istisində fikirləşdi ki, o burada olmazdı. Həm də olsa da deyir, qorxusu yoxdur. Çünki Kərəm heç vaxt əliyalın adama güllə atmazdı. Çünki Kərəm də Niftalı Koxa, hər ikisi, həm Kərəm, həm Niftalı Koxa mərd obrazları idi. O fikirləşirdi ki, Kərəm onu görsə belə əliyalın adama Kərəm güllə atmaz. O bircə həmin o qədədən ehtiyat eləyirdi ki, bu qədə deyəndə kim idi? Mürşiddən söhbət gedir. Kənddən qaçandan sonra buralarda deyir kolda köstə dolaşırdı. Amma tüfəngini ağaca söykədi, çəkmələrini soyundu, yaxası qaytanlı köynəyin düymələrini boşaltdı və palazın üstündə uzanıb mütəkkəyə dirsəkləndi. Belə bu formada uzandı. Orada biçinçilər təsvir olunur. Deyir ki, biçinçilər də tələsirdilər. Çünki onlar da istəyirdilər ki, işlərini, hava çox isti idi, yay ayıydı. İşlərini tezcə qutarıb aldıqları haqqı ilə buradaca aranda, xırmanda döyüb, taxıllarını yaylağa, balalarını aparsınlar. Elə Niftalı Koxa özü də tələsirdi. Çünki el çoxdan yaylağa qalxmışdı. Amma Niftalı Koxa köçünü saxlamışdı. Həm də sözün düzü Niftalı Koxa kənddə tək qalmaqdan ehtiyat eləyirdi. Bunu da qeyd edirik qeyd dəftərimizə. Deyirik ki, Niftalı Koxa kənddə tək qalmaqdan ehtiyat eləyirdi. Mütləq qeyd dəftərinizə qeyd edin. Niyə ehtiyat eləyirdi? İndi gələk o məsələyə. Bunu mütləq qeyd edirik. Niftalı Koxa el yaylağa qalxmışdı, amma köçünü saxlamışdı. Həm də deyirik ki, Niftalı Koxa kənddə tək qalmaqdan ehtiyat eləyirdi. Niyə? Çünki deyir elə biri gəlmə mürşid. Gəlmə mürşidin nəslin hardan olduğunu kənddə heç kim bilmirdi. Bircə o məlum idi ki, çoxdan, lap çoxdan deyir Niftalı Gilin doqqazında daha doğrusu üstü başı yamaqlı, acından hülqumu qalxıb enən, məlul müşkül baxışlı bir oğlan boynu büküb dayanmışdı. Əlində əsa, çiynində nimdaş eybə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan üzünün tükləri biz-biz durmuşdu, dodaqlarda qaysaqlamışdı və gözü də batmış quyunun dibində su kimi güclə işıldayırdı. Belə bir formada təsvir olunur. Səs-küyə bayıra çıxdılar. Niftalı Koxa əvvəlləri xatırlayır burada. İtlərə acıqlandılar və abala kimsən deyə doqqazdakını səslədilər. Niftalının atası onu səsləyir və burada göstərdir ki, ümumiyyətlə son vaxtlar belələrinə kənddə tez-tez rast gəlmək olurdu. Belələri ya iki səbəbdən gəlirdi. Deyir, ya düşməni öldürəndən sonra baş alıb buralara pənah gətirirdilər. Deməli, bunların pənah gətirmələrindən birinci səbəbi nə idi? Deyir ki, bunu mütləq qeyd edirik. Düşməni öldürəndən sonra baş alıb pənah gətirirdilər. Bir növ qaçırdılar da öz yerindən. Bir səbəbi bu ola bilərdi. İkinci səbəbi isə bundan ibarət idi ki, bir parça çörək üzündən çöllərə düşürdülər. Yəni pul qazanmaq üçün də belə deyək. Yəni
necə dedik, gəlmə adamların başqa kəndə gəlməsinin səbəbi nə idi? Deyir ki, ya düşməni öldürəndən sonra baş alıb pənah gətirirdilər başqa yerə, ya da deyir ki, bir parça çörək üçün, yəni pul qazanmaq üçün başqa yerə gedirdilər. Niftalının atası həmin bu mürşüdü təpədən dırnağa qədər süzdü və fikirləşdi ki, yox dedi. Bu adam öldürüb qaçana oxşamır. Bu Niftalının atasının düşüncəsi idi, Niftalının yox. Belə ürəyindən keçirir. Amma deyir, bunun nəsə başqa bir əmması var. Əslinə baxsan, kişinin oğlanın çuxura düşmüş gözlərindən elə də xoşu gəlməmişdi. Amma həmin bu mürşid bunu hiss edir və dərhal üzünə yazıqlıq görkəmi verir. Və deyir ki, qaçqınam ay dayı, heç kimim yoxdur. Kişi də Niftalının üzünə baxır. Niftal da gözünü bu qaçqının yırtıq çarığından belə deyək də ona zilləyir. Yəni bir növdə mürşidə çox yazıqları gəlir. Kişi soruşur ki, bəs Niftalının atasını buranı sənə kim nişan verib? Mürşid də isə deyir ki, heç kim, mən yolu əlimə alıb gəlmişəm, sizin qapınıza pənah gətirmişəm. Burada uzun sözün qısası mürşidi evə qəbul edirlər. Amma mürşid düzmü deyirdi, yalan mı deyirdi, bunu Allah bilirdi. Çünki kağızı yox, deyir, şahidi yox. Elə bu vaxtdan ona gəlmə mürşid dedilər. Deməli, onun ləqəbi nə olur? Gəlmə mürşid. Çünki o başqa yerdən Niftalı gilə pənah gətirmişdi. Ona kənddə bu formada ad verirlər. Gəlmə mürşid əvvəlcə mala baxır, sonra əkin-biçinə gedir. Niftalı ilə dostlaşırlar, hətta qardaş kimi olurlar. Niftalının atası öləndən sonra, bax, atası öləndən sonra bu hissəni vurğulayaq. Niftalı ona torpaq verir, köməkləşib ona bir balaca daxma da tikirlər. Mal-qaradan pay da ayırıb ona at bağışlayır Niftalı. Qohum qızlardan da birini alır, Niftalını evləndirir. Üzr istəyirəm, yəni Niftalı mürşidi evləndirir. Mürşidi ev eşik eləyir. Amma bunu da qeyd eləyək ki, gəlmə mürşid özü diribaş idi. Bu hissə sizə hansılar sərxi xatırladır? Baxın, keçən Həmzənin qıratı qaçırmasında da hardasa oxşar epizodlar var. Orada da Həmzə də düzdür başqa niyyətlə gəlmişdi qırat qaçırmaq üçün. Həmzə də gəlir Koroğluya bir növ özünü yazıq kimi təqdim eləyir, ondan iş istəyir. Daha sonra o da diribaşlıq eləyir. İnsanların orada dəlilərin, xanımların rəğbətini qazanmağa çalışır. Eyni şeyi bir mürşiddə də görürük. Mürşid də özünü yazıqlığa vurur, Niftalının evinə girə bilir. Daha sonra ona Niftalı at da verir deyirik, onu evləndirir də və mürşid özü də diribaş idi deyir. Mürşid əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açır. Deməli, əlinə maya salandan sonra hara getdi? Tiflisə, Gəncəyə. Bunları qeyd edin siz də. Dolanışığı da yaxşılaşır, özü də gümrahlaşır və Niftalı bir gün eşidir ki, mürşid arvadını incidir, həftələrlə evə gəlmir, şəhərdə kefdə damaqdadır, uşaqlarına baxmır. Niftalının bunu təbii ki, ürəyə götürmür, yanına çağırır və 2-3 gün gözləyir, amma mürşiddən cavab çıxmır. Sonra bir gün onlar yolda qarşılaşırlar. Niftalı soruşur ki, bəs mən sənə söz göndərmişəm, niyə gəlmirsən? Mürşid ona dik-dik cavab verir. Pis, belə deyək də, ədəbsiz cavablar verir. Niftalının bu xoşuna gəlmir. Niftalı deyir ki, bəs deyirsən sənin gözünün ayağının altını seçmir. Deyir, nə tez havalandın bala. Mürşid yenə ona cavab qaytarır. Niftalı deyir ki, bəs sən bir də eşitsəm ki, arvad uşağına əl qaldırmışsan, özündən küs. Mürşid də deyir ki, qələt eləyərsən, keçmişində yanına alarsan. Artıq bu cavabdan sonra Niftalının xoşuna gəlmir. Deyir, gəlmə köpək oğlu, sən mənə cavab qaytarırsan. Və qamçının göydə şaqqıldamağı ilə mürşidin atın dırnağın dibinə düşməyi bir olur. Niftalı elə yəhərin üstündəcə onu payını verir, belə deyək. Hətta qəzəbi də soyumur, sıçrayıb yəhərdən düşür, toz torpaq içində qıvrılan mürşidin yaxasından yapışıb onu kənara sürüyür və xəncəri havada parıldayır. Artıq burada olan bu məqamda mürşid təbii ki, yaltaq idi, belə deyək də səviyyəsiz bir obraz idi. Başlayır yaltaqlanmağa ki, qələt eləmişəm, keçmişimlə ay Niftalı, məni öldürmə, balalarım yazıqdır. Sən deyir, dədənin görü, məni çevir balalarının başına, belə yalvar ona. Niftalının da ona yazığı gəlir, əl çəkir ondan, deyir, yaxşı, get qurban ol evdəkilərinə. Mürşid bir xeyli ata minir, bir xeyli sakit şəkildə gedəndən sonra tez qanırılıb geri qayıdır və deyir ki, yaxşı Akoxa, deyir, bu hayfı səndən almasam, mən kişi deyiləm. Bunu deyir, Koxa da ata minib tüfəngini yəhərləyənə qədər artıq mürşid gedir, gözdən itir və bu hadisənin səhərisi. Bax, ondan nə bilim, bir ay keçəndə, 3 gün keçəndə, bir həftə keçəndə yox. Bu hadisənin səhərisi Niftalı eşidir ki, bəs mürşid baş götürüb evdən qaçıb.
Bu onun belə deyək də xatırladığı məqam idi. Niftalı ümumiyyətlə Koxalığa keçəndən sonra istəsə də istəməsə də rahat yaşaya bilmirdi. Xətrə dəyməli olurdu. Çünki onu divan dərədən incidirdilər. Divan dərədən o nə qədər uzaq gəzməyə çalışsa da, amma işini, vəzifəsini yerinə yetirməli idi. Bəs onun üzündə anlayırdılar ki, filan oğrunu niyə tutmamısan, filan qaçağa niyə çörək vermirsən, qaçaq Kərəm niyə Kürdən keçib, bəs dağa qalxıb və s. Amma o fikirləşir ki, belə deməyinə var. Axı o el-obayla üzgöz olmaq istəmirdi və Niftalı Koxa, bu Niftalı Koxanın fikridir. O fikirləşirdi ki, vəzifə boyunduruq kimi bir şeydir. Elə ki, boynuna qoydular, belinə minib istədikləri səmtə sürəcəklər, ya da gərək dözəsən, ya da elə özünlə bərabər sürüyüb boyunduruqlu filan tökəsən kürə. Belə, bu Niftalının vəzifə haqqında olan fikirləri idi. Burada hadisələr Qarayazı meşəsində baş verir. Bunu da qeyd edeyim. Meşənin adı nə idi? Qarayazı meşəsi. Bunu mütləq qeyd dəftərinizə qeyd edin. Əsas məqamlardan biridir. Əslində xırda məqamda, amma bilirik ki, testdə artıq bu xırda məqamlar düşür. Qarayazı meşəsində dediyi hadisələr baş verdi. Nəsə Niftalı artıq indi əsərin əvvəlində də qeyd elədik ki, o isti idi. Paltarlarını, nə bilim, ayaqqabısını, silahını falan çıxartmışdı, qoymuşdu kənara, biraz dincəlmək istəyirdi. Cırcıramaların səsi, daha sonra atların səsi falan, bu səslərdən Niftalı Koxa Kür tərəfdən uzanıb, qəbristanlığın yanından dik dirə qalxan tozlu torpaqlı yolla gələn atlıları görmədi. Bu atların fınxırtısı, dediyi cırcıramaların səsindən ayaq tappıltılarını da eşitmədi. Bircə onu hiss elədi ki, güllə açıldı və kürəyi qovuşdu. O əl üzünü yuyurdu, əlini sudan çəkib qamətini düzəltdi və qandırılıb dala baxdı. Gördü ki, atların biri yüyəni çəkib atı şaha qaldırdı və geri dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı. Niftalı Koxa da bircə onu deyə bildi ki, namərd köpək oğlu və daha heç bir şey deyə bilmədi. Yəni burada artıq Niftalı Koxa güllələnmişdi, onu güllələyən də mürşid idi. Kərəm atdan sıçrayıb özünü ağacın altına yetirdi və Niftalı Koxanın başını dizinin üstünə aldı. Güllə Niftalı Koxanın kürəyindən dəyib sinəsindən çıxmışdı. Niftalı Koxanın gözləri artıq qapalı idi. Təkcə dodaqlarından xəfif titrəyişindən bilinirdi ki, hələ ölməyib, hələ nəfəsi var. Kərəm aralarına qan düşəndən, yəni düşmənçiliyi başlayandan bəri Niftalını bu qədər yaxından görməmişdi. Onun fikrincə kişi xeyli dəyişmişdi. Yəni onlar əvvəllər dost olmuşdu deyə, əvvəllər çox yaxın idilər, amma artıq düşmən olandan bəri bir-birini görməmişdilər və kişinin bu formada dəyişmiş görəndə, belə yaralı vəziyyətdə görəndə onun da, Kərəmin də canına üşütmə düşür və bədəni gizildiyir və Kərəm qəhərlənir. Deyir ki, indi mən neyliyim ay Niftalı? Gəncəyə gedə bilmərəm. Tiflisə də ki, əlim çatmaz. Sənin dərdinə nə çarə qılım? Təbii ki, nə qədər indi düşmənçilik də eləsələr, onlar uşaqlıqda dost olmuşdular. Təbii ki, onun bu vəziyyətinə pis olurdu. Niftalı əvvəlcə diksinir, sonra dirçəlir, başını azacıq qaldırıb, bulanıq gözlərini qarşısındakının üzünə zilləyir və artıq deyəsən kimin dizinin üstündə olduğunu başa düşür. Əvvəlcə Niftalı həyəcanlanır. Kərəm onun gözlərindəki işarətini görür. Və ona sual verir ki, Kərəm, yəni sənsən. Kərəm də deyir ki, düz tanımısan, Niftalı mənəm. Niftalı isə deyir ki, lap yaxşı, sənin olmağın yaxşıdır. Bu söz Kərəmi sarsıdır. Elə bil, deyir, düzün üstündə can verən onun qanlı düşməni yox, əziz bir adamı idi. Çünki onlar bir-birlərinə qarşı fürsət tapan kimi, belə deyək də, ələ verməyə hazır idilər. Amma Kərəm təbii ki, onun uşaqlıq dostuydu. Niftalı ilə Kərəm uşaqlıq dostuydular, uşaqlıq sirdaşıydılar. Onların uşaqlıqları bir keçmişdi. Amma artıq Kərəm Koxalığa, üzr istəyirəm, Niftalı Koxalığa keçəndən sonra Kərəm ona yaxın düşə bilmirdi. O da Kərəmə yaxın düşə bilmirdi. Kərəm tüfəng götürüb dağlara, daşlara düşmüşdü. At belində ömür keçirirdi. Başının dəstəsi də Tiflisdən vurub Gəncədən çıxırdı. Dilcan dərəsində haqq ədalət divanı qururdu. Dağları aşıb arazı keçirdi. Sorağı gah İrəvandan gəlirdi, gah İrandan gəlirdi. Niftalı da Koxa olandan sonra evində qohum qardaşın əhatəsində səksəkə içində yaşayırdı. Bax, Niftalının səksəkə içində yaşadığını biz artıq ikinci dəfədə vurğuluyuruq. Yəni testdə düşsə bilin ki, Niftalı Koxalığa keçəndən sonra səksəkə içində yaşayırdı. Çünki o artıq Koxa olmuşdu. İstər-istəməz vəzifəsini yerinə yetirməli idi. Kərəm də ona bir neçə dəfə ismarc eləmişdi ki, kənd adamlarına dəyib dolaşmasın, amma xeyri olmamışdı. Kərəm hətta onu çoxdan axtarırdı ki, ona qulaq burması versin.
bunlar belə hadisələri xatırlayırlar. Burada Niftalı ondan soruşur ki, dəstəndə təzə adam varmı? Kərəm deyir ki, var. Bəs Niftalı soruşur ki, kimdir? Kərəm də deyir, Mürşüd. Niftalı deyir ki, o qədamı. Bu söz Kərəmə pis təsir edir və deyir ki, mənə pənah gətirmişdi, neyniyim? Niftalı da deyir ki, bizə də pənah gətirmişdi. Sən axırını ki gördün. Bu sözdən sonra artıq Kərəmə elə gəldi ki, Niftalını incidən onun yarası deyildi. Əməyinin, zənninin itməsinin ağrısı idi. Yəni Mürşidin ona nankorluq eləməsi idi bir növ və Niftalı deyir ki, indi arxayın ölə bilərəm. Şükür Allaha zənnim puça çıxmadı. Yoxsa o dünyaya niskilli gedəcəkdim. Çox şükür Kərəm, gözümdən düşmədin. Başımı deyir birazca yuxarı qaldır. Kərəm artıq bu belə deyək də hadisələr ona pis təsir eləyirdi. O da qəhərlənirdi. Niftalı birdən dirçəlib üzünü ətrafdakı atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarının bir-bir süzdü və gözü Mürşüdə sataşanda elə bil yerindən yay kimi dartındı və Niftalıya dedi, Kərəmə dedi ki, səndən bircə diləyim var. Deyir, naqanını çıxart, məni alnımdan özün vur. Kərəm isə deyir ki, yox, deyir, sən nə danışırsan, mənim əlim qalxmaz. Niftalı deyir ki, qoy desinlər ki, Niftalı Koxanı qaçaq Kərəm öldürüb. Kişini kişi öldürər, qardaş, qəda-güda yox. Amma təbii ki, Kərəm deyir ki, mənim sənə əlim qalxmaz. Bundan sonra Kərəm qəhərlənir və bilmir nə eləsin. İstəyir elə bu andaca Kərəm Mürşüdü öldürsün. Əlini hətta tüfənginə də aparır, amma deyir, fikrindən daşınır. Onsuz da fikirləşir ki, Niftalının qohumları onu sağ buraxmayacaqlar. Həm də iki səbəb vardı. Bir, fikirləşir ki, Niftalının qohumları onsuz da onu sağ buraxmazlar. Bir də əlini mundarlamaq istəmir. Ona görə adamlarına deyir ki, onun tüfəngini də atını da əlindən alın, qoyun rədd olsun. Özünüz atdan düşün, tüfənginizi yəhərin qaşından asın, bizi gülləyə də bassalar, əli ayaq tərpətməyin, kəndə gedəcək. Kərəm qərarı almışdı ki, Niftalı Koxanın meyitini kəndə özü aparacaq, kişini də əlləri üstünə alacaq, atı isə arxasıca gələcək. Hətta deyir ki, nə olur olsun. Bilirdi ki, bu ağır işdir. Yəni kəndin adamları onun qabağına çıxa bilərdi, arvad uşaq hay-həşir salacaqdı. Hətta deyir, onları gülləyə də tutan ola bilərdi. Belə fikirləşir, amma sonra deyir ki, yox. O əmin idi ki, kənd adamları belə namərdlik eləməyəcəklər. Əmin idi ki, o meyidi sakitcə kəndin arası ilə aparacaq. Hətta Niftalı Koxanı evinə qədər çatdıracaq. Və hətta deyirdi ki, onun üçündə də iştirak eləyəcək. Başsağlığı verəcək. Və bundan sonra artıq belə deyək də öz dostluq vəzifəsini yerinə yetirəcəkdi. Bunları fikirləşirdi. Artıq başa düşdü ki, Niftalının bədənini soyur. Çünki qollarında bir sərinlik hiss eləmişdi. Amma görür ki, Niftalının solğun gözlərində bir intisar var. Çünki o namərd gülləsi ilə ölmək istəmirdi. Ona görə Kərəm əlini astaca naqanının qoburuna aparır və barmaqları əsə-əsə düyməni açır. Yəni sonda Niftalını öldürən Kərəm olur, amma bu öldürmə bir intiqam deyildi. Kərəmin burada məqsədi Niftalının son arzusunu yerinə yetirmək idi ki, o namərd gülləsi ilə ölməsin. Tezdə düşə bilər ki, onu öldürən namərd gülləsi idi, xeyr. Sonda çünki deyir ki, naqanının qoburuna əlini apardı və barmaqları əsə-əsə düyməni açdım. Gəlin indi əsərin ümumi təhlilinə baxaq. Deməli, əsərimiz epik növdədir, hekayə janrındadır və nəsrlə yazılıb. Hadisələr müəllif təhkiyəsinə verilir. Müəllif təhkiyəsi deyəndə deyirik ki, hadisələr üçüncü şəxsin dilindən nəql olunur. Birinci şəxs olanda hadisələri əsərdəki obrazlardan biri danışır. Məsələn, Azad hekayəsində birinci şəxsin dilindən, Fərdan dilindən hadisələr nəql olunurdu. Obrazların psixoloji vəziyyətləri də əks olunub. Kərəmin, daha sonra Niftalının milli mənəvi dəyərləri əks etdirən xüsusiyyətlərdən biri olan mərdlik mövzusundadır. İdeyası mərdliyin deməli təbliğindən, namərdlik kimi mənfi xüsusiyyətlərin tənqidindən ibarətdir. Əsərin ideyasına uyğundur. Namərd adama edilən yaxşılıq xeyir gətirməz. Əsərin əsas konflikti iki dünya görüşü arasındadır. Konfliktin bir tərəfində Niftalı Koxa, Kərəm, digər tərəfində isə Mürşid durur. Amma burada Niftalı da, Kərəm də mərd obrazlardır. Mürşid isə əsərin namərd obrazdır.
Əsərdəki problem xeyirxah əmələ xəyanətlə cavab verilir. Niftalı Koxanın xeyirxahlığına mürşid xəyanətlə cavab verir. Əsərdə mərdlik, təəssübkeşlik, əyilməzlik, köməksiz əl tutmaq kimi milli xarakterlər əks edilib. Bu müsbət keyfiyyətlər ümumiləşmiş şəkildə Niftalı Koxanın Kərəmin simasında verilib. Onlar indi düşmən olsa da vaxtı ilə dost olublar və hər ikisi müsbət obrazdır, mərd obrazdır. Niftalı Koxa sağlam bir mühitdə boya başa çatıb, halal bir adamdır. Niftalı Koxanın atası dilənçi kökündə qapısına gələn mürşidin çarəsiz vəziyyətdə olduğunu görüb ona sahib çıxır, arxa dayaq olur. Niftalı Koxanın ailəsində bütövlük, bir-birinə dayaq durmaq, bir-birinə qayğısına qalmaq kimi xüsusiyyətlər var. Belə bir mühitə mənsub olan Niftalı Koxa ailəsinin, el-obasının təəssübünü çəkir, hətta mürşidin belə təəssübünü çəkirdi. Atası vəfat eləyəndən sonra Niftalı mürşidə torpaq verir, ev tikdirir, evlənib ev-eşik sahibi eləyir, at da bağışlayır ona. Daha sonra bir müddət keçəndən sonra mürşid öz həqiqi simasını açıb göstərir, namərdliyini göstərir. Niftalı onu düz yola qaytarmağa çalışsa da mürşid nalayiq sözlər deyərək Niftalını təhqir eləyirdi. Halbuki Niftalı onu arxada durmuşdu, adam eləmişdi. Niftalı Koxa ağsaqqallıq nümunəsi göstərir, yenə də ondan düz yola qayıtmağını tələb eləyir. Mərdlik və kişilik xüsusiyyətlərindən uzaq olan mürşid insanlığa sığmayan hərəkət eləyir və Niftalı Koxanı güllə ilə vurur. Namərd gülləsi onun gülləsi idi. Yazıcı mürşidin simasında cəmiyyətə daha doğrusu namərdlik toxumu səpən insanların iç üzünü açıb göstərmişdi. Hekayədə təsvir olunan Kərəm surəti milli mənəvi dəyərləri özündə əks etdirən obrazdır. Kərəm əsərdə haqq-ədalət divanı quran obrazdır. Kərəmlə Niftalı Koxa uşaqlıq illərini bir yerdə keçirmiş, bir vaxtlar dost olmuşlar. Lakin bunların arasında bəzi hadisələr ziddiyyət yaratmış, bir-birinə düşmən etmişdi. Buna baxmayaraq onlar mərdlik, kişilik qanunları ilə yaşayırdılar. Hətta Niftalı Koxa namərd gülləsinə tuş gələndə Kərəm onun hayına çatır. Niftalı Koxa onu vuranın mürşid olduğunu biləndə bir namərdin gülləsi ilə ölməyi özünə sığışdırmır və Kərəm kimi mərdin gülləsi ilə ölmək üstün tutur. Deyir ki, kişini kişi öldürər, qardaş, gəda-güda yox. Kərəmlə Niftalının aralarında konfliktin olmasına baxmayaraq onlar mərdlik kişilik meydanında birləşirlər. Belə məqamda bir aforizm yada düşür. Bir mərd ilə ağıt yesən şirindir, 100 namərdlə şəkər yesən dad olmaz. Bu əsər ümumi təhlil idi. Daha sonra əsərə aid nə deyə bilərik? Əsərdə namərd insanın ipin üstünə odun yığmaq olmaz fikri də öz təsdiqini tapır. Bunu da demək olar. Daha sonra Niftalı Koxanın atası mürşiddən şübhələnirdi. Çünki fikirləşir ki, gecənin bu vaxtı kimlərsə ya düşmənini öldürəndən sonra baş alıb buralara gəlir, ya da bir parça çörək ucundan çöllərə düşürdü. Amma kişi mürşidin kimsə öldürdüyünə belə deyək də ehtimal vermir. Hətta ona xoşu gəlməsə belə ona köməklik göstərir. Niftalı Koxa yaralanandan sonra ilk olaraq Kərəmi görür və buna sevinir. Deyir ki, yaxşı ki, səni gördüm. Niftalı Koxa daha sonra nə deyə bilərik? Kərəmdən son olaraq onu güllə ilə vurmasını istəyir. Çünki deyir, kişi kişi əli ilə ölər. Kərəmin onu vurmağa əli gəlməsə də Niftalı Koxanın son arzusunu yerinə yetirir. Barmaqları əsə-əsə düyməni açır da, yəni silahın açır, belə deyək. Gəlmə mürşid mənfi obrazdır, dedik ki, o namərd insandır. Ən çətin vaxtlarında ona sığınacaq verən, hər bir şeylə təmin edən adamı çox asanlıqla öldürür. Amma qaçaq Kərəm mərd adamdır. Hər yerdə haqq ədaləti bərpa eləməyə çalışır. Əliyalın adama güllə açmır. Əsərdə əvvəlində Niftalı fikirləşir ki, o Dilicandadır, amma onun fikirləri yanlış çıxır, Dilicanda deyildi. Çünki Dilicanda olsaydı gəlb onun harayına çata bilməzdi. Daha sonra hökumət tələb eləyirdi ki, Niftalı Koxa Kərəmi tutub təhvil versin. Ona görə də onlar arasında düşmənçilik yaranır. Bu belə. Bir də hadisələrin baş verdiyi yer dedik ki, Qarayanız meşəsi idi. Niftalı Koxa ilə uşaqlıqda da Kərəm Qarayanız meşəsində çox oynamışdılar. Günləri orada keçmişdi.